Salam, hər vaxtınız xeyir olsun. Yenə vafl eləyirəm. Düşündüm ki, neçə vaxt eləmirəm, bir aydan çoxdur ki, eləmirəm. Bəlkə uşaqların ürəyi istəyər, yeyərlər. Mən gedəcəm işə, qızlar evdə qalacaqlar da, Saranı da aparacam bağçaya. Dedim, səhər yeməyini elə də yəni nəsə istəyirlər də, yağ pendir ürəklə yemirlər. Ona görə bunu bişirəcəm ki, bəlkə ondan yedilər, ürəklər istədi. Suyu da burada doldurub qoymuşam. Bunu aparacam özümlə işə. Bunun hamısını çalışıram. İşdə içim, sonra da gələndən sonra içirəm. Yaydı deyə rahat olur içmək. İndi görək nə vaxt isinir bu, isinsin. Bunu bişirim. Əslində isinibdir. Sadəcə bunun özü bildirir ki, hazırdır artıq. Səsi gəlir. Onu gözləyirəm ki, elə səsi gəlsin. Sonra bunu qoyum, bişsin. Özümlə də alma aparıram. Dünən Saraya bağçaya qoymuşdum. Sara onu yeməmişdi. Çörək də xarab olur deyə çöldə qalanda. Ona görə çox vaxt belə soyuducuya qoyuruq ki, xarab olmasın. Məsəl üçün, dünən aş pişirmişdik deyə çörək az yeyildi. Hazırdır. Çörək az yeyildi deyə onu da qoyduq soyuducuya ki, qalıb çöldə xarab olmasın. İndi bu almanı uşaqlar yemədilər ki, mama qaralıqdır. Ona görə dedim, saxlayım, onsuz da mən özümdən kursa aparıram alma yeməyə. Elə bunu apararam. Yəni, eləcə qaralıqdır da, almadır, elə bir şey yoxdur, bərkdir, yumuşalmayıb heç nə. Sadəcə almadır deyə, almanı doğrayanda qaralır çoxu. Həm də almanın qaralmağı daha yaxşıdır ki, dəmiri çoxdur, o xeyirdir. Belə, yaşıl almadır düzdür, amma dadı elə qəşəngdir, turş deyil, çox qəşəng belə dadı var. İndi bunu da özümlə iş yaparım, başqa qaba qoyum, çünki Saraya bunda vafli qoyacam. Sara hər gün əlində nəsə aparmalıdır ki, ağlamasın. Mən onu rahat qoyum, gəlim. Yoxsa ağlayanda çox narahat oluram. Elə dəqiqədə müəlliməsinə zəng eləyirəm ki, nətər oldu, sakitləşdi. O da ağlamağı elə belədir. Elə belə biraz 1-2-3 dəqiqəlik yalandan ağlayır, sonra sakitləşir, başı qarışır, oynayır uşaqlarla. Xəmiri qatı eləmişəm. Elə eləyəndə də hiss elədim qatıdır. Dedim, heç nə olmaz, eləyim. Amma baxıram ki, vaflilər yayılmırlar. Baxın necə olurlar. O da uşaqlar xoşlayırlar ki, tamam belə içində 4 güncə olsun. Ona görə biraz indi istəyirəm buna süd qatım ki, biraz durulsun. Durultdum deyə baxın nə yaxşı oldu. Qatı idi deyə o yaxşı tamam alınmırdı. İndi durultdum biraz. Sara da artıq oyanıbdı. Özü oyandı bir dəfə. Hərdən olur ki, özü oyanır. Onda rahat oluram. Rahat da olur. Yoxsa mən oyadanda biraz narahat olur. Al, verim bundan yersən. Onlar ver mənə. Nə? Al. Burada yunlarımız var. Bunları döşəkçələrdən açmışıq. O ki, qışda stolun üstünə qoyub otururuq. Onlardan çıxartmışıq, yuduq, elə özü kəfrəmində saldıq, paltaryonunda yuduq, sonra kəfrəmdən çıxartdıq, çırpdıq, qoyduq, biraz qoruyubdu, biraz nəmdi deyə, bu lap çox nəmdi. İndi yenə aparıb qoyacam ki,
qurusunlar. Burada həyətdə biz gün düşəcəkdi. Düzdür, hələ ki düşmür. Birazdan gün düşəcəkdi. Aparım bunları da sərim orada qurusunlar. Sonra bu günlərim yayın ki, axşama düzəldərik döşəkçələri. Elə bir ki, bütün qışı uşaqlar üstünə nəsə tökdülər. Çay tökdülər, su tökdülər, nəsə tökdülər. O da artıq yumaq lazım idi. Ona görə belə yuduq yunları. Bunları sərəcəm ora. Elə deyirəm düşmüşkən buranı süpürüm. Çünki axşam yaman külək oldu, yağış yağdı, yerdə nəmdir. Rahat süpürə biləcəm. Buranı süpürüm. Sonra yunu sərərəm bura. Görün necə külək oldusa, bütün yarpaqların hamısını töküb. Hələ dünən buraları mən süpürmüşdüm. Təzədən yenə külək oldu, bütün tökdü hər şeyi. Süpürdüm. İndi yunları gətirmişəm. Bir dənə bunu sərdim. Görüm çatmasa oradakiləri da sərərəm. Hazırdır. Onu ayrıca qoydum. O çox nəmdir. Belə 3 dənə. Belə qatıqlar var. Götürmüşük yeməyə. Yarısı qalıbdı. Bilirəm ki, onu uşaqlar təzədən yeyəsi deyirlər. Hə, Sarı, sağ ol. O da mənə kömək eləyir. Bir də belə köhnədən qalmış qatıq. Təzəsi gəlib, köhnə qalıb. Bilirəm ki, bu da yeyilməyəcək. Elə bunları istəyirəm indi pirog eləyim. Yox, bu yox. Bu yaxşı qatıqdır. Təzədir, bunu yeyəsiz Sarı. İndi bağla xalaciniki, çəkil. Hə. Mama. Hə. İndi bunlardan istəyirəm ovma pirog eləyim. Onu daha yaxşı yeyirlər. Yumurta da götürüm. Yumurta yadımdan çıxdı. Buna hardasa 4 dənə yumurta gedəcək. Yumurtaların da süd ilə bulaşıq olur. Hamısı hər dəfə gələndə yuyuram. Qoyuruq suda özdə islanır, yuyuram. Amma bu ləkələr getmir üstündən. Deyirlər düzdür, yumurtanın yumaq olmaz. Elə nətəri gətirdinsə, elə də qoymalısan. Sonra da bişirəndə yuyub eləməlisən. Nə bilim, biz hər dəfə gətirən kimi qoyuruq suyun altına. Biraz da qoyuram, islanır ki, ləkələri tamam getsin. Amma yenə də bunlar getmirlər. Belə 4 dənə yumurta lazımdır mənə. Sarı qaç bağlayaq xalacinikdə. İndi mən burada şəkəri, yağı, unu belə ovdum. İndi umaç hazırladım. Yumurtanın 3-ünü qatdım bura, birinin də sarısını qatdım. Bir dənə də ağını qatdım. Bir dənə də sarısını belə saxlamışam ki, üzəri üçün üzərinə vuracağam. Onda yaxşı alınır. Əslində bu oxantıdan saxlayırlar, bir stəkan üstünə qatırlar. Üstünə tökürlər, qəşəng, onda lap qəşəng olur. O oxantı da üstündə qızarır. Amma bizdə uşaqlar tökürlər deyə, yer əzada tökürlər. Ona görə elə mən heç üstünü ondan oxantıdan vurmuram. İndi də qatığa soda qatmışam. Bunu da töküm bura, qarışdırım. Əgər görsəm ki, azdır, yenə qatığa əlavə eləyəcəm. Yəni xəmir biraz duru alınmalıdır da bu pirog kimi. Listə tökdüm. İndi bu yumurtanın sarısını beləcə üstünə eləyəcəm. Hamısını töküm üstündə sonra eləyərəm. Əslində ikisini saxlasaydım daha yaxşı olardı. Məncə daha çox yayılardı. Amma elə harasına olur eləyəcəm belə. Sonra bu yumurtanın sarısı qızarır üstündə, çox qəşəng görsənir. Yaxşıdır belə. Bişəndə də lap qəşəng qızarır. Yunlar da artıq
qurudular. Bu ən axırıncı qalmışdı. Bu çox nəm idi deyə mən axırı saxlamışdım. Bunu da aparım, çırpım, qoyum hamısını yuyulsunlar. Piroqumuz hazırdır. Belə alındı. İndi kəsim də baxaq görək içi necədir. Sara da sevinir ki, piroq hazırdır. Çox sevir şirniyyatı. Hə. Bir əllə kəsə bilmirdim deyə videonu dayandırdım. Belə qəşəng piroq alınıbdır. Həmişə ovmanla eləyəndə, umac eləyəndə onda qəşəng aldır. Şəkəri, yağı, bir də unu bir yerdə qarışdırıb təzədən qatıqla yumurta tökəndə belə qəşəng alınır. Hələ o xantıdan üstünə də tökmək olar. Sadəcə dediyim ki, mən uşaqlara görə eləmirəm. Belə qəşəng dalın üstünə də yumurta eləmişəm deyə görürsünüz necə gözəl qızarır. Belə. Burada da sağollaşım sizlə. İnşallah gələn vloqlarda görüşərik. Sağ olun.